Dostlar, hər kəsə salam olsun. Bugün sizlərlə elektron imza və elektron sənəd haqqında qanundan sual-cavaba baxacağıq. Qeyd edim ki, dövlət qulluğuna hazırlaşanlar üçün elektron imza və elektron sənəd haqqında qanundan əvvəl müəyyən maddələr düşürdüsə imtahana, son dəyişikliyə görə elektron imza və sənəd haqqında qanunun bütün maddələrindən sizə sual düşə bilər. 37 maddə olmalıdır, səhv eləmirəmsə və hər bir maddəni oxumalısınız. Bax, bugünkü bizim dərsimizdə də bütün maddələri əhatə eləyəcək. Gəlin baxaq ilk olaraq elektron imza haqqında qanuna görə verilən nədir? Baxın, verilən informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiyadır və daha sonra keçirik digərinə. Sadəcə uşaqlar sual-cavab variantında olacaq bu. Deyir ki, qanuna əsasən digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan İmza sahibini dəqiqləşdirməyə imkan verilən nə adlanır? Bu, əlbəttə ki, elektron imza adlanır. Növbəti sual, imza sahibinin tam nəzarət altında olan, elektron imza vasitələri ilə yaradılan və əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü təsdiq edən imza növü isə bu gücləndirilmiş elektron imza adlanır və gücləndirilmiş elektron imza ilə elektron imzanın fərqi də bunların arasında digərində daha güclü, belə deyək, təhlükəsizlik qaydalarının olması məsələsidir. Növbəti qeyd olunur ki, elektron imza yaratmaq üçün istifadə edilən və yalnız imza sahibinə bəlli olan təkrar olunmaz verilənlər nə adlanır? Kod və ya kriptoqrafik açar dediyi bu elektron imza yaratma məlumatları adlanır. Elektron imza və sənəd haqqında qanunda sertifikat anlayışı necə təhrif edilir dedikdə isə, sertifikat imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olmasını təsdiq edən sənəd adlanır. Akreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində verilən sertifikat isə təkmil sertifikat adlanır. Növbəti, elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləri nə adlanır? Bu isə elektron sənəd dövriyyəsi adlanır. Elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə sənədin tamlığının və bütövlüyünün təsdiq edilməsi prosesi isə elektron sənədin həqiqiliyi adlanır. Müəyyən vaxt anında məlumat bildirişinin təqdim edilməsi faktını təsdiq edən akreditə edilmiş mərkəzin elektron qeydi nə adlanır? Bu isə vaxt göstəricisi adlanır. Hansı halda gücləndirilmiş imza şəxsin kağız daşıyıcısındakı və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur? Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumat göstərilirsə, o zaman əl imzasına bərabər tutulur. 11-ci sualdayıq. Hansı hallar istisna olmaqla elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və eyni qüvvəyə malikdir? Sənədin notariat qaydasında təsdiqi və ya dövlət qeydiyyata tələb olunduğu hallar istisna olmaqla, yəni bu bizim iki istisnamızdır. Növbəti, dövlət hakimiyyəti və bələdiyyələrdə informasiya sistem sənədlərində sənəd mübadiləsi üçün hansı növ imza və imza vasitələrindən istifadə edilməlidir? Ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə olunmalıdır. Dövlət orqanlarına fiziki və ya hüquqi şəxsin göndərdiyi məlumat bildirişi hansı imza ilə təsdiqlənməlidir? Bu, onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir. Növbəti, korporativ informasiya sistemində elektron imzanın istifadəsi nə ilə tənzimlənir? Sistemin daxili normativ sənədləri və ya iştirakçılar arasında müqavilə ilə tənzimlənir. Sertifikat xidmət mərkəzləri, buna mərkəz deyək qısa şəkildə, Azərbaycanda fəaliyyətə başlamazdan nə qədər əvvəl müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və qeydiyyatdan keçməlidir. Ən azı 30 gün əvvəl olmalıdır. Müvafiq icra hakimiyyəti orqanı hansı müddət ərzində mərkəzin təqdim etdiyi sənədləri yoxlayaraq qeydiyyat barədə qərar qəbul edir. Bu da eyni şəkildə 30 gün müddəti olacaq. Növbəti, təkmil sertifikat xidmətləri göstərmək üçün mərkəz hansı prosesdən keçməlidir? Müvafiq icra hakimiyyəti orqanında akreditdən keçməlidir. Mərkəzin qeydiyyata alınmasından imtina üçün əsaslardan birini göstərin deyir. Gəlin birini də göstərək. Biz iddiaçı şəxsin dövlətə vergi borcu olduqda bu zaman imtina üçün əsas yaranır.
Sertifikat Xidmətləri Mərkəzinin göstərə biləcəyi xidmətlərdən birini bizdən istəyir. Vaxt göstəricilərinin qeyd edilməsi məsələsi. Sertifikat hansı əsaslarla verilir? Müraciət etmiş şəxslə mərkəz arasında bağlanmış müqavilə və ya şəxsiyyət vərəqələrinin fərdiləşdirilməsi, daha doğrusu şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sertifikat sorğusu əsasında. Artıq 21-ci sualdayıq uşaqlar və burada qeyd olunur ki, sertifikat verildikdən sonra mərkəz onun barəsində məlumatları hara daxil edir? Əlbəttə ki, burada reyestrə daxil edəcək. Növbəti sual. Sertifikata daxil edilən məlumatlardan birini sadalayın. Gəlin buradan bir neçəsini deyək. Burada ilk olaraq birini göstərib, deyir sertifikatın serial nömrəsi. Eyni şəkildə burada sertifikatı verən mərkəzin adı, ünvanı, imza sahibinin adı, atasının adı, soyadı və s. Yəni bu kimi məlumatlar göstərilə bilər. Növbəti, kağız daşıyıcıda verilən sertifikat necə təsdiq olunur? Mərkəzin səlahiyyətli şəxsinin əl imzası və möhürlə təsdiq olunur. Elektron formada verilən sertifikat necə təsdiq edilir? Onu verən mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir. Fiziki şəxslərə verilən təkmil sertifikatda əlavə olaraq göstərilməli olan məlumatlardan biri nədir? Təkmil sertifikat olması barədə qeyddir. Sertifikat hansı hallarda etibarsız sayılır? Qüvvədə olma müddəti bitdikdə və ya sertifikatı vermiş mərkəzin gücləndirilmiş imzası həqiqi olmadıqda. Növbəti sual, mərkəz hansı halda sertifikatın qüvvəsini dayandırır? İmza sahibi müraciət etdikdə və ya qanunvericiliyə əsasən səlahiyyətli orqana müraciəti olduqda. Növbəti, mərkəzin əsaslı şübhəli olduğu halda sertifikatın qüvvəsi maksimum hansı müddətə dayandırıla bilər? 48 saatdan artıq olmayan müddətə. Növbəti, sertifikatın hüquqi qüvvəsi hansı halda bərpa edilir? Sertifikatın qüvvəsinin dayandırılmasını tələb etmiş imza sahibinin müraciəti olduqda. Hansı halda mərkəz sertifikatı ləğv edə bilər? İmza sahibi vəfat etdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab etdikdə, yəni edildikdə. Mərkəzdə saxlama müddəti bitdikdən sonra sertifikat reyestrdən çıxarılır və arxivə verilir. Xarici ölkələrdə verilmiş sertifikatlar Azərbaycanda hansı halda hüquqi qüvvəyə malik olur? Sertifikatı vermiş mərkəz Azərbaycan Respublikasında akkreditdən keçibsə. Mərkəzin fəaliyyəti nəticəsində imza sahibinə maddi zərər vurulmasına görə kim məsuliyyət daşıyır? Mərkəz məsuliyyət daşıyır. İmza sahibi tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində İmza istifadəçisinə vurulmuş zərərə görə mərkəzlər məsuliyyət daşıyırmı? Xeyr, mərkəzlər məsuliyyət daşımır. Mərkəz fəaliyyətinə xitam verilməsinə ən azı nə qədər qalmış? Bu barədə elan verməlidir. Ən azı 30 gün qalmış. İmza sahibinin hüquqlarından biri nədir? Burada qeyd olunan sualda, yəni imza sahibinin hüquqlarından birini soruşur. Deyirik ki, barəsində mərkəzlərdə toplanmış məlumatlarla tanış olmaq, eyni şəkildə mərkəzlər, onların xidmətləri və yaxud təhlükəsizlik qaydaları barədə söhbət imza vasitələrindən gedir. Yəni bunlar barədə ətraflı məlumat almaq və yaxud eyni şəkildə sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi ilə bağlı məsələlərlə bağlı şikayət etmək kimi hüquqları da vardır. Növbəti sual, imza sahibi elektron imza yaratma məlumatları və imza vasitələri üzərində nəzarəti itirdikdə nə etməlidir? Müvafiq mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. Elektron sənədə dair əsas tələblərdən biri hansıdır? Texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan şəkildə olmalıdır. Növbəti, elektron sənədin quruluşu hansı hissələrdən ibarətdir? Ümumi və xüsusi hissələrdən ibarət olur. Elektron sənədə əlavə edilən elektron imza və vaxt göstəricisi sənədin əlbəttə ki, xüsusi hissəsində qeyd olunur. Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdır. Elektron sənədin displeydə və ya kağızda əks etdirilməsi isə onun xarici təqdimat formasıdır. Elektron sənədin əsli hansı təqdimat formasında ola bilər? Yalnız daxili təqdimat formasında ola bilər. Elektron sənədin elektron formada surəti ola bilərmi? Xeyr, ola bilməz. Növbəti, eyni şəxs tərəfindən həm kağız, həm də elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hüquqi statusu necə olur? Hər biri müstəqil olur və bərabər hüquqi qüvvəyə malik olur. Növbəti sual, elektron sənədin surəti nədir?
Elektron sənədin surəti onun kağız daşıyıcıda əks edilmiş və qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş xarici təqdimat formasıdır. Tərəflər arasında müqavilədə başqa hal müəyyən edilməyibsə, elektron sənəd nə vaxt göndərilmiş hesab olunur. Göndərənin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an sənəd göndərilmiş hesab olunur. Tərəflər arasında müqavilədə başqa hal müəyyən edilməyibsə, elektron sənəd nə vaxt alınmış hesab olunur? Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an. Elektron sənədin saxlanılması üçün əsas şərtlərdən biri nədir? Əsas şərtlərdən biri də məhz saxlanılma müddəti kağız sənədi üçün nəzərdə tutulmuş müddətdən az olmamalıdır. Elektron sənədin saxlanması üçün əsas şərtlərdən deyir, saxlanma müddəti kağız sənədi üçün nəzərdə tutulmuş müddətdən az olmasın. Biz bu barədə danışdıq deyəsən, təkrar edim orada. Elektron sənəd dövriyyəsi vasitəçisi fəaliyyətini təmin etmək üçün nəyə malik olmalıdır? Sistemdən etibarlı istifadəni təmin edən texnika və texnologiyalara, belə deyək, bunlara malik olmalıdır. Daha sonra vasitəçi xidmət göstərilmiş elektron sənədlərin vaxtını və mənbəyini təyin etməyə imkan verən informasiyanı nə qədər müddətə saxlamalıdır? Bu isə 6 ay müddətindədir. Növbəti vasitəçi saxlanılan, ötürülən və qəbul edilən elektron sənədlərin məzmununa görə məsuliyyət daşıyırmı? Xeyr, burada vasitəçi məsuliyyət daşımır. Tərkibində dövlət sirri olan elektron sənədlərin mübadiləsi üçün hansı vasitələrdən istifadə olunur? Yalnız sertifikatlaşdırılmış elektron imza və elektron sənəd dövriyyəsi vasitələridir. Müvafiq icra hakimiyyəti orqanlarının elektron imzanın tənzimlənməsi sahəsindəki vəzifələrindən birini sadəcə göstərin deyir və burada da qeyd olunub ki, mərkəzlərin akreditə edilməsi qaydasını müəyyənləşdirir. Növbəti, mərkəzlər və vasitəçilər fəaliyyət zamanı imza sahibi barəsində məlumatlardan vəzifələrin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilərmi? Xeyr, istifadə edə bilməzlər. Növbəti, sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadəyə görə kim məsuliyyət daşıyır? Burada istifadəçilər fərdi məsuliyyət daşıyırlar. Növbəti sual, informasiya sisteminin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə və ekspertiza keçirilməsinə görə kim məsuliyyət daşıyır? Burada isə sistemin mülkiyyətçisi məsuliyyət daşıyır. Növbəti sual, Ələt Azad İqtisadi Zonasında elektron imza sahəsində münasibətlər hansı qanunun tələblərinə uyğun tənzimlənir? Bu isə Ələt İqtisadi Zonası haqqında Azərbaycan Respublikasının qanununa tələblərinə uyğun olaraq. Növbəti suala baxaq. Elektron sənəd hansı formalarda saxlanılan kontentdir? Elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio görüntü formasında saxlanılan kontentdir. Növbəti, təkmil sertifikat almaq üçün hara müraciət olunmalıdır? Təkmil sertifikat almaq üçün isə akreditə edilmiş mərkəzə müraciət olmalıdır. Uşaqlar, bununla da biz elektron imza haqqında qanundan 60 sualın cavabına baxmış olduq. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.